Bəli, Simnari, hər vaxtınız xeyirli olsun. Orta gün izləyicilərinin hər vaxtı xeyirli olsun. Bəli, biz hazırda Bakı Expo mərkəzindəyik və mayın 5-dən bu məkanda start götürən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi, 19-cu Kənd Təsərrüfatı sərgisi və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi bugün öz işini yekunlaşdırır və bugün Agroweek çərçivəsində agronomların ikinci beynəlxalq konfransı keçirilib və biz hazırda konfransın fonunda məlumat veririk. Qeyd edim ki, forum 2 hissəli olub. Birinci hissə səhər saatlarında başlayıb və yekunlaşıb. Hazırda ikinci hissə davam edir. Konfransda aqrar sahədə müasir çağırışlar müzakirə olunub və bu sahədə fərqlənən aqronomlara eyni zamanda təşəkkürnamələr də təltif olunub və xüsusilə qeyd etmək yerinə düşər ki, bu ilki sərgilərdə 50-dən çox bölgədən 1000-dən artıq fermer iştirak edib və konfransa qaydaq. Bəli, səhər saatlarında keçirilən konfransın, aqronomların beynəlxalq konfransının birinci hissəsində Kənd Təsərrüfatı Nazirini Məcnun Məmmədov və Aktanın idarə heyətinin sədri Qoşqar Təhməzli çıxış ediblər və onlar çıxışlarında Qoşqar Təhməzli qeyd edib ki, bitki sağlamlığı haqda yeni qanun layihəsi hazırlanır. Məcnun Məmmədov isə aqrar ixtisas məzunlarının məşğulluq səviyyəsinə toxunub və qeyd edib ki, bu sahədə deməli aqrar ixtisas məzunlarının məşğulluq səviyyəsi 65% təmin edilib və ümumiyyətlə aqronomların forum haqqında daha ətraflı məlumat irəliləyən saatlarda xəbərlər proqramlarımızda məlumat veriləcək, daha geniş məlumat veriləcək. Bəli, qeyd etdiyimiz kimi 2 hissəli olub və hazırda da ikinci hissə davam edir və xatırladaq ki, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi və Qida Sənayesi sərgisində 45 ölkədən 447 şirkət iştirak edib. Kaspian Agroweek sərgisi kənd təsərrüfatı texnikaları, obyektləri, avadanlıqları və digər sahələri əhatə edib və burada müxtəlif nümayişlər keçirilib. Bu həmçinin Interfood Azərbaycan sərgisinə də aiddir. Hələlik bizim Bakı Expo mərkəzindən çatdıracaqlarımız bu qədər. Buyurun Simnarə, söz sizdədir.